Polşada nikah şəhadətnamələrindəki ər və arvad sözləri birinci həyat yoldaşı və ikinci həyat yoldaşı ifadələri ilə əvəz ediləcək. Məlumata görə hazırda müvafiq qayda hazırlanır. Sosial medianın Azərbaycan segmentində də bu barədə müzakirələr başlayıb və fikirlər birmənalı deyil. Bundan öncə deputat Qüdrat Həsənquliyev də təklif etmişdi ki, Azərbaycan qanunvericiliyində ər-arvad sözləri həyat yoldaşı ifadəsi ilə əvəz olunsun. Bu kontekstdə bizdə də qeyd edilən sözlər dəyişilməlidirmi? Ər və arvad yerinə nə təklif edilə bilər? Global Info.az-da danışan deputat Fazil Mustafa bildirib ki, burada həyat yoldaşı ifadəsi məsələnin semantik məzmununa tam uyğun gəlmir. Dəyişiklik zəruridirsə, bəy və xanım formasından istifadə daha məqsədə uyğundur. Yəni, xanımın bəyi və bəyin xanımı ifadələri məna baxımından daha aydındır. Ər və arvad və ya həyat yoldaşı terminləri isə müəyyən hallarda mürəkkəb, anlaşılmaz məna yaradır. Məsələn, Türkiyədə geniş istifadə olunan bay və bayan ifadələri də bu baxımdan diqqət çəkir. Azərbaycanda isə bəy və xanım anlayışları həm uyğun, həm də illərdir dilimizdə oturuşmuş ifadələrdir. Deputat bildirib ki, məsələni müzakirə edərək optimal nəticəyə gəlmək mümkündür. Bu prosesdə dilin semantik quruluşunu dərindən bilən və türkçədə uğurlu termin seçiminə töhfə verə biləcək bütün təkliflər diqqətlə dəyərləndirilməlidir. Əlavə edək ki, Azərbaycanda nikah haqqında şəhadətnamədə ər və arvad kimi qeyd edilir. Məsələn, nikah haqqında rəsmi nümunədə belə göstərilir. Ər, kişinin soyadı, arvad, qadının soyadı. Bu nikah aktının rəsmiləşdirildiyi sənəddə tam adlar və digər məlumatlarla birlikdə əks olunur. Ədliyyə Nazirliyinin nümunə sənədində də belə yazılır.